Çox adam soruşur, ruqiyyə nə deməkdir? Ruqiyyə sözü hansı sözdən götürülür? Ərəb dilində raqa, yarqi, ruqiyyətən və ruqiyyən. Hündürlüyə qalxmaq, ucalığa qalxmaq, yüksəkliyə qalxmaq mənalarını verir. Müalicə ilə nə əlaqəsi var? Var, təbii ki. İnsanın sahib olduğu ən yüksək aləm ruhani aləmdir. Yəni, insanın ruh aləmidir. İnsan dünyasını dəyişəndən sonra cəsəd torpağa gedir, ruh isə qalxır göyə. Bunun da sirri odur ki, ruh aləmi yüksək aləmdir. Hündür aləmdir, uca aləmdir. Ruhani cəhətdən yüksək olan adamlar, onlar şəxsiyyəti baxımından böyük adamlar sayılır. Ona görə insan ruhani cəhətdən sağlam olarsa, yüksəklikdə olarsa, Allahla əlaqəsi, irtibatı güclü olarsa, şeytani təsirlər, yer üzərində olan negativlər, panika, sıxıntı, qorxu, cadu, nəzər, həsəd, heç bir şey ona toxunmaz Allahın izni ilə. Və o psixologiya baxımından, meditasiya baxımından insan daha möhkəm olar. Ona görə bu müalicənin də əsas kökü özəyi insanı ruhani cəhətdən yüksəkliyə qaldırmaqdır. Ruqiyyətən o ruqiyyən qaldırır insanı göyə. İnsan daima ucada olduğuna görə negativ toxunmur. Allahdan ümidim odur ki, məni də sizi də bu yüksəkliklərdə daima sabit eləsin. Barakallahu fikum.